Salam, axşamınız xeyir, xoş gördük, hörmətli müəllimlər. Deməli belə, sınaqlara baxaq, görək başımıza nə gəlir. Belə, növbəti həftədən yəqin ki, dərs cədvəlimizi də dəyişəcəyik. Yəqin ki, o dəqiq dəyişəcəyik. Dərs cədvəlimiz artıq həftədə 3 olacaq dərslərimiz. İndi kiçik bir məsələ yaranıb. Çox güman ki, 2-4-6 günlər olacaq dərsimiz. İndi sadəcə bir məsələ yaranıb. Deməli, bizim bir qrupumuz var, 1-5 qrupu. O qrup deyir ki, onların cədvəlinə tam tərs düşür də 2-4-6. Ona görə ola bilsin 1-4-6 oldu dərslərimiz. Bir dənə bu məsələni də dəqiqləşdirib yekun məsələni qrupa yazacağam. 4-6 böyük ehtimal yerindədir. İndi səs vermənin nəticələrinə də baxıram. Ən çox səsi 2-4-6 günü yığıb keçəcəyik sabit dərs qrafikinə və həm də mənim sınaqlarımı da işləyəcəyik və onları dəyərləndirəcəyik. İmtahan nümunəsində sınaqlar. Biz səhv eləmirəmsə 4-ə qədər gəlmişdik. İndi bu gün fəsil 5-ə baxmalıydıq. Aha, fəsil 5. Gəlin başlayaq. Fəsil 5-ə gedək. Kim başlamaq istəyir? Kim başlamaq istəyir, ondan başlayaq. Salam müəllim, axşamınız xeyir. Oxuyum. Buyurun. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur. Müəllim vəziyyətin böyüməməsi üçün mübahisəyə qarışmır və şagirdin şəxsi münasibətləri öz aralarında həll etməli olduqlarını bildirir. Yanlış. Müəllim Özü tərəfləri də var, sinif yanlış. qarşısında bəli. Sinifi qarşısında üzləşdirir, hər iki şagirddən mövqelərini izah etməyi tələb edir. Sinif qarşısında olmasa daha yaxşı olar. Bu da yanlış. Müəllim valideynlərlə əlaqə saxlayır və məsuliyyəti ailələrin üzərinə qoyaraq məktəb daxilində məsələni ayrıca müzakirə etmir. Yanlış. Müəllim tərəflərlə ayrı və birgə görüş keçirir, qarşılıqlı anlaşmanı təmin edir, hörmət qaydalarını dəqiqləşdirir və sinifdə müzakirə vasitəsilə psixoloji təhlükəsizliyi bərpa edir. Müəllim məktəb rəhbərliyinə intizam tədbiri tətbiq etməyi təklif edir və şagirdlərə sosial mediada davranışla bağlı sərt qaydalar elan edir. Deyə olar müəllim. D-yə sərt qayda var, o yanlışdır. Sərt qaydalara çıxdıq. C-də Orada deyir ailələrin məktəb, üzərinə. məsuliyyəti qoyur, bəli. D-də Sinif qarşısında. üzləşdirmə. Aha. Hı hı. A-da da buraxır Ümumiyyətlə, özlərinə bəli, bu da yanlış. Bəli, dedim. Düzdür. Verilənlərdən hansı şagirdin davranışının idarə edilməsində səmərəsiz hesab oluna bilər? Müəllim sinifdə davranışla bağlı qaydaları və nəticələri müəyyənləşdirərkən şagirdləri bu prosesə cəlb edir və ortaq razılaşma formalaşdırır. Bu doğrudur, olar. Müəllim şagirdin davranışı ilə bağlı valideynlərin əlaqə saxlayır, tövsiyələr verir və problemin əsasən valideyn müdaxiləsi ilə həll olunacağını düşünür. Amma bu yanlışdır, əsasən valideyn müdaxiləsi. Müəllim şagirdin müsbət və mənfi davranışlarını sistemli şəkildə müşahidə edir, qeydlər aparır və bu təhsil əsasında uyğun strategiyalar seçir, bu doğru. Müəllim davranış pozuntusunu davamlı xarakter aldığını nəzərə alaraq valideyn və məktəb psixoloqu ilə əməkdaşlıq qurur, bu da doğru. Müəllim şagirdin güclü tərəflərinə istinad edərək arzu olunmaz davranışların tədricən azalmasına yönəlmiş yanaşma tətbiq edir. Cavab B-dir. Əsasən deyir, valideyn müdaxiləsi ilə həll olunacağını düşünür. Səmərəsiz axtarırıq da biz. Mən Bəli, səmərəli səmərəsiz axtarırıq, bəli. səmərəsiz və əsasən valideyn müdaxiləsi düz deyirsiniz. Bu neqativ nəticələrə səbəb ola bilər. Hər zaman effektiv həll yolu, çıxış yolu deyil valideyn haqq hesabı. Buyurun.
Zərbələ səsən uyğunluğu müəyyənləşdir. Doğru. Müəllim şahidəni nəzarət üçün deyil, şagirdlərin ehtiyaclarını anlamaq, öyrənmə mühitini tənzimləmək üçün əsas informasiya mənbəyi kimi dəyərləndirir. Bu doğrudur. Sinif qaydalarının müəyyənləşdirilməsinin əsas məsuliyyəti müəllimə məxsusdur. Valideynlər bu prosesə birbaşa müdaxiləsi həmişə məktəb-valideyn əməkdaşlığını gücləndirmir. Sinif qaydalarını bu bəli. Əsasən bu doğru yox. Bu da doğru fikirdir. Pozitiv intizam yanaşmasında şagirdin səhv davranışını anlamağa, məsuliyyət hissini formalaşdırmağa çalışmaq əsas məqsəddir. Bu da doğru. Müəllim valideyn münasibətinin sağlam əməkdaşlığa əsaslanması şagirdin emosional inkişafına və özünü tənzimləmə bacarıqlarının formalaşmasına şərait yaradır. Bu da doğrudur. Cavab 1-2. 1-2 düz deyirsiz. Bəli, hamısı düzgün fikirlər idi. Və deyək ki, söhbət bu idi də, valideyn əməkdaşlığını Bəli. gücləndirmir söhbət. Müəllimin fəaliyyəti və onun mümkün nəticələri ilə bağlı uyğunluğu müəyyən edir. Müəllim dərsin əvvəlində davranış qaydalarını aydın və konkret şəkildə müəyyən edir. Bu doğrudur. Bu o qaydaları şagirdlərlə müzakirə edib qarşılıqlı razılaşma əsasında qəbul edir. Müəllim dərs zamanı arzuolunmaz davranışa operativ və sakit şəkildə müdaxilə edir. Şagirdin də digərlərinin qarşısına nüfuzdan salmadan davranışın dərs prosesinə təsirini izah edir. Müəllim şagirdlərin müsbət davranışlarını, göstərdikləri səyləri və irəliləyişlərini ardıcıl şəkildə vurğulayır və təşviq edir. Müsbət davranışlar təkrarlanır, şagirdin özünə inamı artır və sinifdə motivasiya edici, dəstəkləyici mühit formalaşır. Bu səhv eləmirəmsə 2-yə gedir. 2-yə A. Şagirdin öz davranışının nəticəsini anlayır, psixoloji təhlükəsizlik qorunur və dərsin axıcılığı pozulmadan. Yox, bu dəqiqə. Yox, bu deyəsən 2-yə B gedir. Şagirdlər qaydaları özləri qəbul etdikləri üçün onlara əməl etmə ehtimalı artır və davranış pozuntuları azalır. Deməli, 1-də C-dir. 1-də C, 2-də B. 3-də A. C yox. Mhm. Müəllim müsbət davranışı səyləri ilə vurğulayır. Hə. Biz onların müsbət davranışlarını, səylərini, irəliləyişlərini ardıcıl vurğulayanda, təşviq eləyəndə, onlar da avtomatik o davranışı təkrar edirlər. Görürlər ki, yaxşı nəticə gəlir, təkrar edirlər, özünə inam artır, sinifdə motivasiya edici, dəstəkləyici mühit formalaşır, bəli. Var belə cavab C-B-A. A variantı. Düzdür. Təşəkkür edirəm Agünəndən. Zaur müəllim 5. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Aha. Şagirdlərdən birinin ailəsində yaranmış problem onun təlim nəticələrinə mənfi təsir göstərir. Digər bir şagird bu məlumatı öyrənərək sinifdə paylaşır və həmin şagirdin narahat olduğunu görsə də davranışını davam etdirir. Nəticədə sinifdə gərginlik və münasibət problemi yaranır. Bu üstəsinin aradan qaldırılması üçün müəllimin hansı addımı səmərəli olar? Müəllim valideyn icazı təşkil edərək ailədaxili problemi nümunə kimi təqdim edir və valideynlərdən uşaqlarından bu məsələ barədə xəbərdarlıq etmələrini tapşırır. Müəllim şagirdi öz aralarında apardığı yersiz söhbətlərə görə cəzalandırmalıdır ki, onlar öz davranışlarına düzəliş etsinlər. Müəllim məlumata yayan şagirdlə fərdi söhbət aparmalı, məxfilik və hörmət qaydalarını izah etməli, sinifdə şəxsi sərhədlərlə bağlı qısa müzakirə təşkil etməlidir. Müəllim şagirdin bu hərəkətini görən kimi yerindəcə onu danlamalıdır ki, başqalarına nümunə olsun. Müəllim sinifdə şagirdlər arasında münasibəti düzəltmək üçün bir müddət avtoritar yanaşma nümayiş etdirməlidir. Burada cavab mənim C variantıdır. Müəllim məlumatı yayan şagirdə fərdi söhbət aparmalı, məxfilik və hörmət qaydalarını izah etməlidir. Sinifdə şəxsi sərhədlərlə bağlı qısa müzakirə təşkil etməlidir. Bu situasiyada fərdi söhbət daha effektivdir. Digər variantlar niyə olmur? Bir dəqiqə baxmayın. D-də deyir ki, onu danlamaq qeyri ola bilməz. Cəza vermək bəli düz. Bəli, ola bilməz. Müəllim sinifdə şagird avtoritar da ola bilməz. Bu da olmur. Bəli, adı müəllim valideyn təşkil edək, ailədaxili problemi yox, bu ümumi bir problemi valideynlər içərisində təqdim etmək. Bəli. Ailədaxili problemi nümunə kimi çəkmək ümumiyyətlə etik deyil. Bu da gedir və C variantı. C variantı, bəli. Aha. Deməli, şagird dərs zamanı emosional gərginlik yaşayır və diqqətini toplamaqda çətinlik çəkdiyini, bunun evdə yaşadığı problemlərlə bağlı olduğunu müəllimə bildirir. Müəllim bu vəziyyətin normal olduğunu vurğulayır və əlavə dəstək imkanlarını müzakirə etməyi təklif edir. Bu yanaşmanın şagirdin emosional vəziyyətinə və təlim prosesinə mümkün təsiri nə ola bilər?
Şagird müəllimin reaksiyasını həddindən artıq müdaxilə kimi qəbul edər və şəxsi məsələlərin gələcəkdə paylaşmaqdan çəkinə bilər. Şagird emosional vəziyyətinə görə xüsusi münasibət göstərildiyini düşünərək akademik məsuliyyətlərini arxa plana keçirə bilər. Şagird vəziyyətin müzakirə olunacağını bildiyi üçün dərs prosesindən müvəqqəti uzaqlaşmağı daha rahat seçim kimi qəbul edə bilər. Şagirdin hisslərinin qəbul edilməsi onun müəllimə etibarını artırar və dərsə yenidən qoşulmaq üçün daha təhlükəsiz mühit hiss edər. Şagird problemin məktəbdə müzakirə olunmasına narahat olaraq sosial mühitdə özünü daha çox edə bilər. Bu yanaşmanın şagirdin emosional və nə təlim mümkün təsiri nə ola bilər? Şagird isə qəbul etməsi onun müəyyən. D variantı ola bilərmi? Cavab D. D. D, bəli. Şagirdin hisslərinin qəbul Qəbul etməsi edilməsi onun müəllimə müəllimin etibarını etibarını artırar. artırar, yenidən dərsə Qoşulması daha olar. təşkil bəli, D variantı deyə bilərəm. Şagird müəllimə reaksiya həddindən artıq müdaxilə kimi qəbul edər və şəxsi məsələni gələcəkdə paylaşmaqdan çəkinə bilər. Burada A-da ümumiyyətlə yanlışdır müəllim. Şəxsi məsələn ola bilməz. Şagird emosional vəziyyətinə görə xüsusi münasibət göstərildiyini düşünərək akademik məsuliyyətini arxa plana keçirə bilər. Burada akademikdən söhbət keçirmirlər arxa plana. Şagird vəziyyətin müzakirə olunacağını bildiyi üçün dərs prosesində müvəqqəti ola bilməz, dərs prosesində ola bilməz, təlim məsələn. Şagird problemi məktəbdə müzakirə olunması narahat olarsa, bu da ola bilməz, qeyri-mümkün. D variantı. 7. Aha. Aha. Müəllim sinifdə aydın və anlaşılan qaydalar müəyyən edir. Şagirdlərlə hörmətlə əsaslanan ünsiyyət qurur və qaydaların tətbiqində sabit mövqe nümayiş etdirir. Verilmiş situasiya ilə bağlı hansı fikir daha doğru hesab edilə bilər? Müəllim mövzunu daha anlaşılan etmək üçün dərs materialını sadələşdirir və şagirdlərin aktivliyini bu yolla artırır. Sinifdə qiymətləndirmə meyarları dəqiq və ciddi şəkildə tətbiq olunduğu üçün şagirdlər qaydalara uyğun davranmağa çalışır. Sinif mühitində şagirdlər özlərini təhlükəsiz və dəyərli hiss edir. Bu da onların səhv etməkdən çəkinmədən dərsə fəal qoşulmasına şərait yaradır. Şagirdlərin fərdi xüsusiyyətləri ümumi dərs axınını pozmamaq üçün ikinci plana keçirilir və proses daha çox standart yanaşma ilə aparılır. Müəllim dərs zamanı əsas diqqəti akademik nəticələrə yönəldir və şagirdlərin fəallığı bu nəticələrə çatmaq vasitəsi kimi istifadə olunur. Burada mənim cavab C variantıdır. Sinif mühitində şagirdlər özlərini təhlükəsiz və dəyərli hiss edir. Bu da onların səhv etməkdən çəkinmədən dərsə fəal qoşulmasına şərait yaradır. Cavab C variantı. Güvənli mühit məsələsidir də. Bəli, Biz bəli. deyirik, səmərəli öyrənmə mühiti güvənli mühitdir. Bəli. Yəni müəllim məni döyməyəcək, öldürməyəcək, Bəli. qınamayacaq. Şagird nə qədər səhv edəsə də, yəni burada müəllimə güvən. Çünki o öyrənmə vasitəsidir də, bu tədris prosesində olan şeydir. Yəni müəllim onu o səhvinə görə asmayacaq. Təbii ki. 8-də oxuyum müəllim. Bəli. Aha. Sinifdə bir qrup şagird arasında davam edən münasibətlərdəki problemi dərs prosesinə mənfi təsir göstərir və sinif daxilində ümumi gərginlik yaranır. Bu vəziyyət bəzi şagirdlərin dərsə qoşulmasını çətinləşdirir. Müəllimin problemi həll etmək üçün seçdiyi hansı yanaşma məqsədə uyğun olar? Müəllim yaşanan gərginliyin dərsə təsirini müzakirə edir, daha sonra siniflə birlikdə əməkdaşlıq və ünsiyyət prinsiplərini yenidən formalaşdırır. Müəllim konflikt iştirakçılarını fərqli qruplara bölür, əməkdaşlıq fəaliyyətlərini yenidən təşkil edir, birbaşa münaqişəyə toxunmadan sinif dinamikasının struktur dəyişiklikləri ilə tənzimləyir. Müəllim dərs strukturunu dəyişmədən davam edir, qiymətləndirmədə daha fərdi yanaşma tətbiq edərək gərginlikdən təsirlənən şagirdlərin akademik geriləməsinin qarşısını almağa çalışır. Müəllim sinifdə ümumi davranış qaydalarını sərtləşdirir, nəzarəti gücləndirir və gərginlik intisam mexanizmləri aradan qalxacağını gözləyir. Müəllim məsələnin məktəb rəhbərliyi, valideynlərin iştirakı ilə müzakirəyə çıxarır, lakin sinif daxilində əlavə müdaxilə etmədən qərarın tətbiqini gözləyir. Sinifdə bir qrup şagird davam edən münasibət problemi dərs prosesində mənfi təsir, sinif daxilində ümumi gərginlik yaranır. Deməli, müəllim yaşanan gərginliyin dərsə təsirini müzakirə edir, daha sonra siniflə birlikdə əməkdaşlıq, ünsiyyət prinsiplərini. Əməkdaşlıq burada deməli müəllim konfliktdən fərqli qruplara bölür. Əməkdaşlıq fəaliyyətlərini yenidən təşkil edir, birbaşa münaqişəyə toxunmadan sinif dinamikasının strukturunu dəyişikliklərlə tənzimləyir. Burada iki variant arasında qalmışam mən, A ilə B variantı arasında. Müəllim yaşanan gərginlik daha müzakirə, daha sonra siniflə birlikdə əməkdaşlıq və ünsiyyət prinsiplərini. A variantı müəllim. A olar. Çünki B-də belə birbaşa münaqişəyə toxunmadan, yəni burada sinifin arada o gərginlik qalırsa, uşaqlar qrupda başqa olsalar da oradan bir-birinə nəsə eləyəcək, deyəcəklər. Amma əməkdaşlıq, ünsiyyət prinsiplərini yenidən formalaşdırdığı üçün təbii ki, bu da şəxs. Bəli, burada artıq olacaq. Çünki gərginlik dərsə təsir göstərdiyi üçün o gərginliyə toxunmadan biz davam edə bilmərik prosesin davamına. B-də də deyir ki, toxunmadan onda yəni eyni şey qalacaq.
Uşaqların yerini dəyişsəydi, o bu oradan ona söz atacaq, o buradan ona söz atacaq. Təbii. Ona görə düz gəlmir, ancaq A qalır yenə yerdə bizə. Təşəkkür edirəm Zaur müəllim. Sağ olun, çox sağ olun müəllim. Ofeliya müəllimə 9. 9 yuxarısı görsənmir müəllim. Dərsin başlanğıcında şagirdlərin diqqətinin yayınmış olduğu sinifdə müəyyən səs-küy və dağınıqlığın müşahidə edildiyi görünür. Müəllim dərsin səmərəli başlanmasını təmin etmək və qısa müddətdə diqqəti vahid istiqamətdə yönəltmək istəyir. Bu situasiyada müəllimin dərsin effektiv təşkil üçün atmalı olduğu məqsədə uyğun ilkin addım hansıdır? Şagirdlərin diqqətsizliyinin səbəblərini soruşur və dərsə başlamazdan əvvəl bu məsələni müzakirə edir. Müəllim sinifdə mövcud vəziyyəti sakit tonla qeyd edir, şagirdlərin hazırlaşması üçün bir neçə saniyəlik fasilə verir və sonra izaha başlayır. Müəllim sinifdə mövcud vəziyyəti sakit tonla qeyd edir, şagirdlərin hazırlaşması üçün bir neçə saniyəlik fasilə verir, sonra izaha başlayır. Müəllim dərsin əvvəlində bütün şagirdlərin eyni vaxtda yerinə yetirəcəyi qısa, konkret nəticəni dərhal yoxlanılan başlanğıc tapşırığı təqdim edir və bununla da diqqəti mərhələli deyil, vahid şəkildə dərsə yönəldir. Müəllim əvvəlki dərsdə öyrənilən mövzu ilə bağlı qısa frontal sual-cavab təşkil edərək şagirdlərin diqqətini mərhələli şəkildə dərsə yönəldir. Dərsin əvvəlində intizam qaydalarını xatırladaraq diqqətin pozulmasının nəticələrini izah edir. Müəllim əvvəlki dərsin başlanğıcında Effektiv olması üçün hansı addım ataq? Müəllimin əvvəlki dərsdə öyrənilən mövzu ilə bağlı deyə olar, müəllim. Əvvəlki dərsdə öyrənilən mövzu ilə bağlı qısa frontal sual-cavab təşkil edir. Şagirdin Frontal diqqətini sual-cavab desəndir, şifahi ayaqüstü sual-cavab. Əvvəllər ənənəvi sistemə aiddir o frontal sual-cavab. Lövhənin qabağına dayanıb uşaqlara sual verməkdir. Müəllim sinifdə mövcud vəziyyəti sakit tonla qeyd edir, şagirdlərin hazırlaşması üçün bir neçə saniyəlik fasilə verir. Müəllim dərsin əvvəlində bütün şagirdlərin eyni vaxtda yerinə yetirəcəyi qısa, konkret nəticəni dərhal yoxlanılan başlanğıc tapşırığı təqdim edir. Bununla da diqqət mərhələli deyil, vahid şəkildə dərsə C də ola bilər. C. Müəllim dərsin əvvəlində bütün şagirdlərin eyni vaxtda yerinə yetirəcəyi qısa, konkret nəticəni dərhal yoxlanılan başlanğıc tapşırığı təqdim edir. Diqqəti vahid istiqamətə yönəltməkdir bizim məqsədimiz. Elə müəllim C də onda. C-də də deyir ki, vahid şəkildə dərsə yönəldik. Yəni mərhələlərə bölmək yox, bizə lazım ki, birdən hamı vahid məsələyə fokuslansın. Ona görə vahid məqsədə yönəltmək C düzgün fikirdir. Müəllim sinifdə Səbəb soruşmaq bu düzgün deyil, diqqətsizliyin səbəbini soruşmaq ki, uşaqlar niyə diqqət öz dərsdə deyil? Bu effektiv deyil. B-də mövcud vəziyyəti sakit tonladı, hazırlanan bir neçə saniyə fasilə, sonra izaha başlayır. Fasilə verib izaha başlamaq heç bir fəaliyyət olmadı demək. Müəllim diqqət cəlb eləmək üçün, yəni motivasiya eləmək üçün heç nə eləmədi. Sadəcə fasilə verdi, sonra keçdi izahına, bu da deyil. D-də frontal çıxartdım. Y-də intizam qaydalarını xatırlat, diqqətin pozulması nəticələrini zəidir. İntizam qaydalarını oxutmalı. Başlayaq da bir dənə. Başlayan kimi artıq deyir ki, bax sizi cəzalandıra gözləyir, cəzalar gözləyir, cəzalandıracam sizi. Bu da doğru deyil. Müəllim sinifdə şagirdlərin özlərini rahat ifadə edə bildikləri, bir-birini dinlədikləri və qrup işlərində daha fəal iştirak etdikləri bir mühit yaratmağa çalışır. O, dərs prosesində şagirdlərin hisslərini nəzərə almağa, qarşılıqlı anlaşmanı təşviq etməyə və əməkdaşlığa əsaslanan tapşırıqlara yer verməyə diqqət edir. Zamanla sinifdə gərginliyin azaldığını və dərsə qoşulmanın artdığını müşahidə edir. Bu vəziyyətlə bağlı aşağıdakı fikirlərdən hansıları daha əsaslı hesab etmək olar? Şagirdlərin daxili vəziyyətlərini dərk etməsi və idarə etməsi sinifdə daha rahat və təhlükəsiz mühitin formalaşmasına kömək edir. Bunu götürə bilərik. Şagirdlərin daxili vəziyyətlərini dərk etməsi və idarə etməsi sinifdə daha rahat, təhlükəsiz mühitin formalaşmasına kömək edir.
Bu cür yanaşmalar müəllimin dərs zamanı əsasən nəzarət imkanlarını artırmağa xidmət edir. Qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan ünsiyyət dərs zamanı şagirdlərin üç daha ola bilər. Bu yanaşmalar yalnız çətin davranışlar müşahidə etdikdə, tətbiq olunduqda faydalı nəticə verir, yox. Qrup daxilində əməkdaşlığın təşkili sosial münasibətləri yaxşılaşdırsa da öyrənmə prosesinə ciddi təsir göstərmir. 1-3 olur da mənim. Bəli, bu səhvdir. Bu da nəzarət imkanı artırmaq olub. Bəli. Nəzarətdən danışmırdı, şagird yönümlü şeylər axtarır. 1-3-dür, düzdür. 11. 11. Dərs zamanı şagirdlərdən biri qəbul olunmuş davranış çərçivəsindən kənara çıxır. Müəllim bunu müşahidə etsə də, dərsin axınını pozmaq üçün heç bir reaksiya vermir. Digər şagirdlər bu vəziyyətin şahidi olur. Bu halın sinifdəki digər şagirdlərin gələcək davranışlarına mümkün təsiri ilə bağlı aşağıdakı fikirlərdən hansı daha əsaslı hesab edilə bilər? Müəllim görür, heç nə etmir, reaksiya vermir. Müəllimin reaksiyasız qalması şagirdlər tərəfindən həmin davranışın dolayı şəkildə qəbul edilməsi kimi interpretasiya İnterpretasiya. Öz sözlərlə demək. İnterpretasiya oluna bilər və bu etik sərhədlərin zəifləməsinə səbəb ola bilər. Müəllimin müdaxilə etməməsi şagirdlərdə özünü tənzimləmə bacarıqlarının inkişafına gətirib çıxarır. Çünki onlar davranış nəticələrini özləri analiz etməyə başlayır. Yox, müəllimin burada digər şagirdlər bu vəziyyətin şahidi olur. Bu halın sinifdə digər şagirdlərinin gələcək davranışlarına mümkün təsiri ilə bağlı aşağıdakı fikirlərdən hansı daha əsaslı hesab edilə bilər? Müəllimin dərsin axınını qoruması sinifdə akademik motivasiyanı artırır və davranış qaydalarına riayət etməyə səviyyəsinə təsir göstərmir. Müəllimin səssiz qalması qaydanı pozan şagirdin davranışına təsir edir. Digər şagirdlərin gələcək davranış modellərinə də təsir göstərir. Müəllimin müdaxilə etməməsi sinifdə emosional gərginliyi azaltdığı üçün uzunmüddətli perspektivdə intizam səviyyəsinin yüksəlməsinə səbəb olur. Müəllimin reaksiyasız qalması şagirdlər tərəfindən həmin davranışın dolayı şəkildə qəbul edilməsi kimi interpretasiya oluna bilər. Bu effektiv sərhədlərin zəifləməsinə. Adı da müəllim. Bu etik sərhədlərin zəifləməsinə səbəb ola bilər. Müəllim heç bir reaksiya göstərmir. Biz hansısa bir yanlış davranışa reaksiya göstərməsək, şagirdlər düşünərlər ki, demək bunu eləmək olar. Vay o gündən çox pis davranışdısa, uşaqlar artıq başa deyirlər ki, demək bunu eləmək olar da, müəllim buna mənfi reaksiya göstərmədi. Reaksiya göstərmir. Qəbul olunurlar bəli ona görə. Ona görə müəllimin reaksiyası qalması şagirdlər tərəfindən bu davranışın qəbul edilməsidir. Yanlış davranışı olanda da artıq etik sərhədlər zəifləyir. Yəni uşaq düşünür ki, bunu eləmək olar. İndi bullying və s. kimi şeylərdə biz ümumiyyətlə reaksiyasız qalsaq, uşaq ümumiyyətlə o məsələni düşünəcək ki, hamıya eləmək olar. Tənəffüs bitsə də, sinifdə şagirdlərin bir qismi söhbəti davam etdirir. Digərləri isə dərsə hazırlaşmaqda ləngiyir. Nəticədə dərs planlaşdırılan vaxtda və nizamlı şəkildə başlaya bilmir. Bu halda müəllim dərsin vaxtında və səmərəli başlamasını təmin etmək üçün hansı idarə etmə strategiyasını seçməlidir? Müəllim dərsin əvvəlində intizamın pozulmasına görə ümumi xəbərdarlıq edir və növbəti dəfə təkrar olunacağı halda inzibati yox, müəllimin dərsə başlamazdan əvvəl şagirdlərlə qısa müzakirə apararaq vaxtında başlamağın əhəmiyyətini izah edir. Bu qalsın, müəllimin zəngdən sonra tətbiq olunan aydın keçid proseduru formalaşdırır. Şagirdlərin ilk dəqiqələrdə yerinə yetirəcəyi konkret tapşırıqlar müəyyən edir. Müəllim dərsin əvvəlində qısa motivasiya edici fəaliyyət təşkil edir. Şagirdlərin hazır olub-olmamasından asılı olmayaraq dərsə keçidi spontan şəkildə davam etdirir. Müəllim dərsə dərhal mövzunun izahı ilə başlayır. Yox, danışan şagirdləri prosesə cəlb etmək üçün suallar ünvanlayır. Yox,
Müəllim dərsə başlamazdan əvvəl şagirdlərlə qısa müzakirə apararaq vaxtında başlamağın əhəmiyyətini izah edir. Müəllim zəngdən sonra tətbiq olunan aydın keçid proseduru formalaşdırır. İlk dəqiqələrdə yerinə yetirəcəyi konkret tapşırıqlar müəyyən edir. C olar müəllim. Dərsin əvvəlində C motivasiya edici fəaliyyət təşkil edir. Hə, uşaq Şagirdlərin prosedur odur da, bəs prosedur odur ki, uşaq sual altında qalmır. Bilir ki, nəyi necə eləyəcək, necə başlayacaq. Və müəllimin bundan bağlı proseduru olanda, məsələn, deyə biz üstün motivi bitirəndə, yəni uşaq boş bekar qalmır da, bilir ki, necə başlamalıdır. İlk dəqiqələrdə yerinə yetirəcəyi konkret iş nədir? Bu zaman daha effektiv olur. İdarəetmə strategiyası dərsə effektiv başlamaq üçün deyil də, səmərəli başlamanı təmin etmək üçün daha effektiv deyil. Bəli. Düzdür. Təşəkkür edirəm Ofelia müəllim. Çox sağ olun. Burada bunlar nədir belə? Bunlar nədir belə? Sahilə müəllimə. 13. Müəllim, bu suala baxanda elə Bu böyük mən ekrana yığa bilmirəm bunu. Uzaqlaşdıram biraz ekran. yarı baxaq onda müəllim uzaqdır bu. Hə, Baxın. belə uzaq oldu. Mən də biz tuta Sağ ol, bilmədim. biz Şeydir də, tuta problemin bilmədik. həlli nəticə tapmalıyıq da. Birinci Bir biz situasiyanı gedək onda. Hə. Hə, çünki belə böyük olanda oxumaq olmur sualı. Bəlkə desən 2 dənə sual yerləşib cəmi. Hə, 3 dənə sual. Bu Mənim sağda dərslərim 15-ci sual ümumiyyətlə bütün səhifəyə tutur. Bu da gəlib mənə qismət oldu. Gedək. Şagirdlərdən biri qrup işləri zamanı yoldaşlarının sözünü tez-tez kəsir. Fikirlərin sərt formada ifadə edir və emosiyalarını idarə etməkdə çətinlik çəkir. Bu davranışlar digər şagirdin qrup işindən yayınmasına, bəzilərinin isə həmin şagirddən uzaq durmasına səbəb olur. Sinifdə əməkdaşlıq mühiti zəifləyir. Müəllim vəziyyəti həll etmək üçün aşağıdakı yanaşmalardan hansını seçməlidir? Yəni əvvəl problemi tapmalıyıq, sonra nəticəsi müəllim. Hə. Problemin həlli və sonra nəticəsini. İndi birinci situasiyada problemi tapaq. Deməli, problem burada budur ki, deməli, şagirdlərdən biri deyir, qrup işi zamanı yoldaşlarının sözünü tez-tez kəsir. Fikirlərini sərt formada ifadə edir. Deməli, qrup işi zamanı şagirdlərin biri fikirləri tez-tez kəsir. Çətinlik çəkir. Problem budur. Emosiyalar idarə etməkdə çətinlik çəkir. Bu da o biri digər uşaqların deyir, şagirdlərin dərs qrup işinin yayılmasına və bəzilərinin isə həmin şagirdlərin uzaq durmasına səbəb. Başa düşdüm situasiyanı. Problemin həlli. Müəllim davranışın sinif işinə mane olduğunu dərhal qeyd edir, şagirdə xəbərdarlıq edir və növbəti qrup işində onun fərdi tapşırığı yox. Bu problemin həlli ola bilməz. Hə, bu o təcrid edir də, bütün hamı Bəli, qrupla işləyir, onu təcrid edir. Onu ayırmaq olmaz. Bu artıq O düzgün uyğun həll gəlmir. deyil. Nəticəyə baxmıram. Heç baxmıram, çünki birinci də heç uyğun deyil. Deməli, müəllim qrup işi qaydanı yenidən xatırladı və bütün sinifə ümumi xəbərdarlıq edir. Bu da olmaz. Bütün sinifə gedir də burada. Bütün Yox, sinifin problemin həlli uyğun gəlmədi. Bəli. Sonra C-ni müəllim biraz qaldırın. Deməli, müəllim həmin şagirdə fərdi söhbət aparır, emosiyanın idarə olunması və aktiv dinlənmə bacarıqları üzərində işləyir, qrup daxilində rol bölgüsünü dəqiqləşdirir. Deməli, bu biraz uyğun gəlir. Şagird öz davranışının təsirini anlayır, sosial bacarıqlar tədricən inkişaf edir və qrup daxilində əməkdaşlığı bərpa olunur. O birilərə də baxın, müəllim davranışın məsuliyyətini valideynlə müzakirə edir, bu olmaz. Şagirdin qrup fəaliyyətinə iştirakını məhdudlaşdırır, heç olmaz. Məhdudlaşdırır deyir burada, deyə olmaz. Məhdudlaşdırır yenə deyə getdi. Müəllim şagirdə öz davranışını dəyişməyin vacibini izah edir. Bunu onun şəxsi məsuliyyəti, bu müəllimcə edir. C uyğun gəlir. Məsuliyyətini kimi təqdim edir, yox. Diğerinin cavabına baxın, nəticəsinə. Şagird mesajı anlayır, lakin dəstək mexanizmi olmadığı üçün davranışda davamlı dəyişiklik baş vermir deyir. Baş vermirsə onda bu həll olmadı axı. Bu necə Yox, həll yox. oldu? Olmaz. Elə bu mənim C variantı uyğun gəlir. Ən uyğun variant odur. Məntiqi cəhətdən də düz gəlmir də. Ki, yəni bunu elədimsə bu həll olmalı idi. Hə, Bu həll olmasa bəli. demək bu problemin həlli bu deyilmiş də.
İnşarı nedir orada əslində? Bəli, bəli. Evdə elə C qalır. Əslində asan sualdır. Sadəcə Mən suala söz baxdım yığını. və oxumamışdan dedim, ay Allah, bu necə sualdır bu oydana. Söz yığını da bunu cümlə kimi də yazıb şeylə rahat eləmək olar da. İki cümlə ilə də düz qoşmaq olar bunu. Beləncə bizi çaşdırırlar da imtahanda. Ya da bu göz qorxutmaqdır da bu. Yəni oxuyanda görürsən ki, heç nə yoxdur, amma belə göz qorxutmaq. Deməli, müəllim sinifdə tez-tez təkrarlanan gecikmələr və qarşılıqlı narazılıqlar səbəbilə sinif iclası keçirməyi planlaşdırır. İclasın məqsədinə çatması üçün müəllimin ilk mərhələdə atmalı olduğu ən uyğun addım hansıdır? Deməli, sinifdə tez-tez təkrarlanan gecikmələr və qarşılıqlı narazılıq. Əsas səbəb budur. Sinif iclası planlaşdırır. Problemlərlə bağlı öz mövqeyini əvvəlcədən müəyyən edib iclasda elan etmək, iclasın mövzusunu və məqsədini şagirdlərə əvvəlcədən paylaşmaq, uyğun olanı tapmalıyıq da, düzdür? Ən uyğun variant. Məsuliyyətsiz davranan şagirdin siyahısını hazırlamaq yox. Bu Siyahısını hazırlamaq bu olmaz. İclas zamanı müzakirə edəcək sualları əvvəlcədən planlaşdırmaq və məntiqi ardıcılı müəyyənləşdirmək, iclasın nəticəsində hansı qərarlar veriləcəyini öncədən planlaşdırmaq. Müəllim, burada problemlə bağlı öz mövqeyini əvvəlcədən müəyyən edib iclasda yox. Bu bir də olmaz. Öz mövqeyini əvvəlcədən müəyyən edib. Əvvəlcədən önce da niyə iclas çağırıram, hə? Yox, bu uyğun gəlmədi. Bu uyğun deyil. Qərarı verib sonra iclas çağırmaq olmaz bəli. İclasın mövzusunu, məqsədini şagirdlə əvvəlcədən paylaşmaq bu olar. 2 olar. İclası nə üçün keçirir? Bunu deyə bilər şagirdlər, əvvəlcədən paylaşa bilər. Sonra 3-ü çıxdıq. İclas zamanı müzakirə edəcək sualı əvvəlcədən planlaşdırmaq və məntiqi ardıcılığı mənimsə belə bu 2-4-dür də müəllim. 4-dür bəli. İclasın nəticəsində hansı öncədən planlaşdırmaq olur ki, yəni şagirdlərin bu sözünün şeyi yoxdur da. Yəni, o da Öncədən mən qərar uyğun deyil. vermişəm. Bəli. Bəli. Müzakirə olunmadan, yəni özü qərar çıxardırsa, o da uyğun variant deyil. Yenə gəldi bura. Bu da mənim naxışımdan çıxandır. Bu da böyükdür. Amma yenə tapacaq. Elə o biri sual oxşayır müəllim bu da. Deməli, bullying də şagirdlərdən biri tənəffüsdə sizə yaxınlaşır və bildirir ki, bir neçə sinif yoldaşı onu WhatsApp qrupunda təhqir edir. Bu bullyingdir. Və haqqında yanlış informasiya yayır. Bu sosial bullying, kiberbullyingdir müəllim. WhatsApp sosial mediada WhatsApp qrupu. qrupu, hə. WhatsApp kiberbullying olmalıdır. Yəni sosial Bu mediada. kiberdir, həm sosial bullyingdir, bir neçə uşaq tərəfindən olduğu üçün. Təhqir olunması. Hı. Haqqında yanlış informasiya yayır. Bu bir həftədən artıq davam edir və nəticədə şagird məktəbə gəlməkdən qorxur. Siz şagirdin emosional vəziyyətindən və bu davranışın sinif mühitinə mənfi təsir göstərəcəyindən narahatsınız. Siz hansı addımınız problemin həll etməyə effektiv olacaq? Deməli, bullyingə məruz qalan şagirdi sakitləşdirin və ona təhqir edən sözlər yazan şagird telefonda bloklamağa tapşırın. Yox. Bu problem həll deyil. Bu həll eləməyəcək. Bloku Kəsir laf deyil. Kökündən həll elədi bu. Kökündən həll. Bu heç, bu uyğun deyil. Sonra B-də görək nə deyir? Sinifdə bu hərəkəti müzakirə edin. Sinif yoldaşını təhqir etməyin doğru olmadığı, əksinə sinifdə müzakirə etmək uyğun deyil axı. Ümumi hamı bildi onu. Sinif yoldaşını təhqir etməyə doğru olmadığı haqqında danışın və şagirdin üzr istəmələrini istəyin. Bundan başqa şagirdə cəza kimi daha artıq yox. Artıq ev tapşırığı vermək bu heç uyğun deyil. Bu problem həlli deyil. Sonra C. Problemini sizə etibar edən şagirdə təşəkkür edin və problemin həlli ilə ciddi şəkildə məşğul olacağınızı bildirin. Daha sonra bullying edən şagirdə onların valideynlə danışıb bu barədə məktəb psixoloquna məlumat verin. O birilərə baxaq, müəllim. Bu addım bullyingə məruz qalan şagirdin qorunmasına, öz hərəkətinə görə məsuliyyət daşımasına, həmçinin problemin peşəkarca həll olunmasına şərait yaradacaq. Qoy bu qalsın. Bullyingə məruz qalan şagirdə onu qorumaq məqsədi ilə WhatsApp qrupundan çıxarmağı təklif edin. Yox, qrupdan çıxarmağın nə əlaqəsi bura? Heç bu problem həll olmadı ki bu. Bu olmadı. Vəziyyəti daha yaxından öyrənmək üçün bir az da səbr edin və daha çox dəlil toplamağa çalışın. Məqsəd yalnız bir şagirdin sözü ilə qərar qəbul etməməkdir. Yəni, ən uyğun mənim C variantıdır. Bu ədalətli yanaşmanı təmin edəcək, lakin problemin həlli bir qədər zaman alacaq. Yox. Elə müəllim C variantı uyğun gəlir burada. Sizə etibar edən şagirdə təşəkkür edin.
Çünki bunlar heç bir uyğun deyil. Nəticəni də oxuyun. Bu addım bullyingə məruz qalan şagirdin qorunmasına, öz hərəkətlərinə görə məsuliyyət daşımasına, həmçinin problemin şəkildə həll olmasına şərait yazır. Bəli, bu uyğun variantdır. Bəli. Həm də məktəb psixoloquna gedib deyir. O da bir yaxşı cəhətdir ki, yəni o da Valideynlər deyir. psixoloji, bəli, Düz. uyğun variantdır. Biz ən uyğun variant odur. Əsas ki, Bunlar- variantları fərqləndirə bilirik ki, hansı daha yaxşı olar, Bəli, digəri uyğun yaxşı variant. olmaz. Bəli. Aha. 16. Deməli, müəllim müşahidə edir ki, bir qrup şagird sinif yoldaşlarından birinə geyim və ünsiyyət tərzinə görə davamlı istehzalı münasibət göstərir. Bu davranış, bu da bullying olmalıdır. Çünki istehza Bəli. var, lağa qoymaq var. Bu Hı-hı. davranış artıq həmin şagirdin dərsə fəallığına və özünə inanmağa mənfi təsir edir. Valideyn iclasında məsələ ümumi şəkildə müzakirə olunsa da, bəzi valideynlər bunu uşaqlar arasında zarafat kimi qiymətləndirir. Müəllim şagirdin rifahını qorumaq və sağlam sosial mühit formalaşdırmaq məqsədilə valideynlər əməkdaşlıqda hansı addımı atmalıdır? Müəllim valideynlərin mövqeyini nəzərə alaraq mövzunu daha da dərinləşdirmir, artıq burada o inkara çevirdi və sinif daxilində vəziyyəti öz nəzarətinə yox, bu A deyil. Daha dərinləşdirilmir deyir və daha sinif daxili vəziyyəti özü Valideynlər nəzarət. kimi yanaşır da, deyir ki, bu zarafatdır. Yox, bu Amma uyğun burada deyil. biz bilirik ki, bu nədir? Bu bir Bullyingdir. 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 Çünki Hə, istehza istehzalı var, lağa münasibət, qoymaq var. verbal Bəli. bullyingdir da bu. Bəli, sözlü. Deməli, konkret müşahidələrə əsaslanaraq davranışın təsirlərini valideynlərə izah etmək, məktəbin dəyərləri və qaydaları çərçivəsində birgə məsuliyyət mexanizmini formalaşdırmaq, davranışın təsirini valideynlərə izah etmək, məktəbin dəyərləri və qaydaları. O birlərə baxın. Müəllim yalnız bullyingə məruz qalan şagirdin valideynlərlə ayrıca görüş keçirərək problemi fərdi səviyyədə həll etməyə çalışır. Müəllim, məsələn, məktəb rəhbərliyi yönləndirir və valideynlər bu mövzuda birbaşa ünsiyyətə yox, olmaz, minimuma indirir deyir. Müəllim iclas zamanı davranışa yol verən şagirdləri və onların valideyni açıq şəkildə tənqid edir, bu da olmaz. Tənqid etmək heç uyğun deyil. Qaldı burada B ilə C. Konkret müşahidələrə əsaslanaraq davranışın təsirini valideynə izah etmək, müəllim, bu B variantı uyğun gəlir. Birgə məsuliyyət mexanizmini Yeni formalaşdırmaq. olmur. Çünki burada deyir ki, yalnız bullyingə məruz qalan, bəs o birlər Bəli, uyğun bəli. gəlmir. Yalnız bullying eləyənlər, yəni bullilər, Bəs axı o birlər onlarla da qaldası, ona görə bu da olmaz. Bəli, düzdür. Təşəkkür edirəm Sahilə müəllimə. Bizə sağ olun. Rəsmiyyə müəllimə 17. Axşamınız xeyir. Axşamınız xeyir. Sinifdə müəllimin övladı oxuyur. Şagirdlər həmin şagirdi heç nə öz aralarına almır. Onu qrupdan təcrid edirlər. Şagird valideyninə bunu demir, lakin sinif rəhbəri bundan məlumatlıdır və problemi həll etmək istəyir. Sinifdəki problemi həll etmək üçün verilənlər arasında müəllimin atdığı hansı addım səmərəlidir? Sinifdəki problem nədir? Bu sinifdə müəllim övladı oxuyur, uşaqlar ona yaxşı olmayan münasibətdə, yəni onu aralarına almırlar, onu özlərindən təcrid eləyirlər. Bullyingdir da bu. Gedib, Sosial hə, bullying. Bir valideylər qrupun özündən ayırması sosial bullyingdir. uşaq da gəlib valideynə demir, amma sinif rəhbəri bunu hiss eləyir. Aha, sinif Demir, rəhbəri bu barədə demir, valideynə demir. Sinif rəhbəri bu barədə şagirdin valideyninə məlumat verə bilər ki, o da şagirdlərlə danışsın. Yox, bu düzgün deyil. Şagirdlərlə sinif iclası keçirərək problemin həllini şagirdlərin özlərindən istəməsini, bir də şagirdlərlə sinif iclası keçirərək problemin həllini şagirdlərin özlərindən istəməsi məqsədə uyğundur. Bu qalsın. Məsələni görməzdən gəlmək yox, bu da olmaz. Məsələni görməzdən gəlmək olmaz. Şagirdləri onlar istəməsələr də nə olarsa olsun barışmaq lazımdır. Yox, bu da olmaz. Şagirdləri layihə işi kimi ümumi bir fəaliyyətə cəlb etməlidir.
B variantı olar. Bəli, olar. Digərləri Yəni niyə onlar olmur? uşaqların arasında razılıq olmalıdır da. Valideynə bildirməlidir ki, şagirdlə danışsın. Bu Yox, olmaz. olmaz. Uyğun gəlmir də şagirddən. Çünki burada axı o valideyninə deməyib. Deməyib. Şagird istəsəydi özü deyərdi. Bəli. Görməzdən gəlmək heç getmir. Yox, mümkün deyil. Onlar istəməsələr də nə olur olsun məcbur barışdırmaq, yəni sənin xətri öpüşüb görüşəcəklər, sən üzünü çevirən kimi yenə eyni şey olacaq. Layihə işi kimi bir fəaliyyətə cəlb eləmək, əgər o aralarına almırlarsa, layihə işi də qrupda olur deyə, onu qrupa da daxil eləməyəcəklər. Ona Bəli. görə bu da effektiv olmayacaq. 18. 8. Bullyingin qarşısının alınmasına yönəlmiş hansı yanaşma məqsədə uyğun hesab edilmir? Hə, biz bullyingin qarşısını almamalıyıq. Hə, elə bir şey olmalı ki, yaxşı almasın. Hə. Müəllim ailələrlə əlaqənin qurulmasına və şagirdlərin çətinliklərlə bağlı müraciət edə biləcəyi imkanların olmasına diqqət yetirir. İmkanların olmasına diqqət. Müəllim şagirdlərin bir-birini anlama, əməkdaşlıq etmə və fikirlərinə uyğun şəkildə ifadə etmə bacarıqlarını inkişaf etdirən fəaliyyətlərə yer verir. Bu düzgündür də, yəni bu hesab olunmaz. Müəllim müəyyən davranışların başqalarına necə təsir göstərə biləcəyi barədə şagirdlərin düşünməsinə şərait yaradır. Bu da olmaz. Müəllim sinifdə qəbul olunan davranış çərçivələrinin şagirdlərin iştirakı ilə müəyyənləşdirilməsinə və hər kəs tərəfindən başa düşülməsinə diqqət yetirir. Bu da düzgündür. Müəllim şagirdlərin öz aralarında münasibətlərin təmizlənməsini sosial inkişaf üçün faydalı ola biləcəyini nəzərə alaraq müdaxilə etməməyi əsas götürür. Y ola bilər. Müdaxilə eləmir də müəllim, buraxır uşaqların öhdəsinə. Bəli, bu yanlış hesab olunan məqsədə uyğun yanaşma deyil də bu. Çünki bullying varsa aralarında biz də buraxırıq onların öhdəsinə, həll eləməmiş qalır da. Mütləq müəllim ya valideyn buna nəzarət eləməlidir. Bu da eləmirsə, yox. 19. Şagirdlərin biri dərs zamanı fikrinə görə sinif yoldaşının gülüşü ilə qarşılaşır. Bundan sonra həmin şagird passivləşir, müzakirələrdə iştirakçı azaldır və özünü sinif mühitindən tədris etməyə başlayır. Bu vəziyyət tədricən digər şagirdlərin də fikir bildirməkdə tərəddüd etməsinə səbəb olur. Verilmiş situasiyada sağlam psixoloji mühitin bərpası və şagirdlərin fəal iştirakının təmin edilməsi üçün müəllimin yanaşması hansı variantda daha məqsədə uyğun şəkildə ifadə olunur? Bir dərs zamanı fikrinə görə sinif yoldaşı gülür. Gülən şagirdləri xəbərdarlıq edir və diqqətin yayılması üçün dərsin mövzusunu dəyişərək prosesi davam etdirir. Şagirdin emosional reaksiyalarına toxunmadan düzgün cavabı özü izah edir və dərsin gedişatını bərpa edir. Səhv etməyin, öyrənmənin təbii hissəsi olduğunu açıq şəkildə bildirir. Cavab verən şagirdin cəsarətini qiymətləndirir və sinifdə qarşılıqlı hörmət əsasında münasibəti gücləndirir. Bu ola bilər, qalsın. Gülüşü görməzlikdən gələrək dərsi planlaşdırdığı kimi davam etdirir və situasiyanın zamanla unudulacağını düşünür. Bu olmaz. Y variantı, şagirdən növbəti dəfə cavab verərkən bir balaca yuxarı qaldıra bilərsiniz. Y variantını oxuyum. Şagirdən növbəti dəfə cavab verərkən daha diqqətli olmağı tövsiyə edir və dərsdə iştirakını davam etdirməyini istəyir. Yoldaşlarının gülüşü ilə qarşılaşıb şagird. Demək, bu da səhv deyil də. Düzə heç kim gülmür də. Passivləşib, iştirakı azalıb, təcrid olunur. Bu C variantı ola bilər. Bəli. C variantı. Psixoloji mühitin bərpası və fəal iştirakın təmin edilməsi üçün addım atmalıyıq. Deyirik ki, səhv etmə öyrənmənin təbii hissəsidir. Yəni, səhvlərdən keçirdə öyrənmə. Cavab verən şagirdin cəsarətini. Deyirik, cavabın səhv olsa da, sən onu ifadə edə bilməyin yaxşıdır.
Və Yaxşı. sinifdə qarşılıqlı hörmətə sığınır ki, yəni ola bilər ki, yoldaşlarımız səhv desin, biz orada onu gülmürük, lağa qoymuruq, araya qoymuruq. Hə. Güvənli mühit yaradırıq da. Təhlükəsiz, səmərəli öyrənmə mühiti. 20. Şagird dərs zamanı rəqəmsal alətlərdən istifadə edərkən dərslə əlaqəsi olmayan məzmunlara daxil olur və tədris prosesinin effektivliyinə mənfi təsir göstərir. Müəllim bu vəziyyətdə müasir yanaşmaya uyğun olaraq hansı addımları atmalıdır? Rəqəmsal varlıqların istifadəsini inzibati qaydada tamamilə dayandırmalıdır. Yox, məncə dayandırmamalıdır. Şagirdə yaxınlaşaraq dərs çərçivəsində rəqəmsal alətlərin istifadəsi ilə bağlı gözləntiləri xatırlatmalıdır. Məncə bu olar. Şagirdlə fərdi söhbət edərək onun davranışını sinif mühitinə və digər şagirdlərin öyrənmə prosesinin təsirini müzakirə etməlidir. Sinif qarşısında həmin davranışın yol verilməzliyi barədə izahat verməlidir. Şagirdə birlikdə gələcəkdə oxşar vəziyyətlərin qarşısını almağa yönəlmiş konkret fəaliyyət planı tərtib etməlidir. Bu birinci, buna görə yəni uşağın işini dayandırmaq olmaz da. Yəni, Biri bəri başdan atırıq, fəaliyyəti dayandırırıq da tamamilə yerlidir. göstərməliyik də, yəni bundan yox. Şagirdə yaxınlaşaraq dərs çərçivəsində rəqəmsal alətlərin istifadəsi ilə bağlı gözləntiləri xatırlatmalıdır. Məncə 1-2 olar. 2 olar. Yəni səndən gözlənilir. Bu deyil də, başqa şeydir. Yəni dərsə aid. Şagirdlə fərdi söhbət edərək onun davranışını sinifin mühitinə və digər şagirdlərin öyrənmə prosesinin təsirini müzakirə etməlidir. Yoldaşlarına necə təsir edir də? Bu da olur. Hə, bu da olar. 4 məncə olmaz. Sinifə qarşısında həmin davranışın yol verilməzliyi. Bu lazım deyil. Bir də 5-dir. 2, 3, 5. B variantı. Yönəlmiş konkret fəaliyyət planı ki, bir yerdə özdə. Birlikdə həll eləyək. Konstruktiv yanaşmadır bu. Yəni fərdi yox, birlikdə uşaqların yanında. Yəni deyirsənlə birdə gəl bunu aradan qaldıraq. Konstruktiv yanaşmadır. Bəli. Düzdür. Əla. Belə. Bu arada da çətin olmadı elə bir ki. Nisbətən rahat. Rahatıdırlar. Hə, bu nisbətən rahat idi. Növbəti həftədən özümün sınaqlarımı işlədəcəm sizə. Qrupda paylaşdığım qrafiki dəqiqləşdirək. O üzrə təkrarlarımıza başlayacağıq. Təkrarlar daha çox təbii ki, situasiya nümunələri üzərindən təkrarlayacağıq. Mən sınaqlarda biraz aləmi bir-birinə qatıram. İstəyirəm biraz daha çətin imtahan nümunəsinin birbaşa eynisi olan suallar işləyəsiniz. Düzdür, bunlar da eynisidir, fəsil bölmələr də eynisidir. Amma mən biraz da içinə dad tuz qatıram da, biraz yəni 3 variantı çıxardırsan, ikisinin arasında çox qalırsan. İkisi də oxşayır, incə məqama görə bir-birindən fərqlənir. Yəni başlayacağıq ancaq sınaqlar üzərində. Sınaqları həm belə dərsdə işlədəcəm, həm də tətbiqə də yerləşdirəcəm ki, orada da əlinizin altında olsun, istənilən vaxt qayıdıb təkrar işləyə biləsiniz. Hamısı yer alacaq orada. Axşamınız xeyir. 3 dəfə olacaq həftədə, yoxsa paylaşmışdınız elə bir? Hə, 3 olacaq. 6-cı gələn həftədən olacaq o, yoxsa necə? Hə, gələn həftədən olacaq. İstəsəz bu 6-cı gün sizi dərsə qoşa bilərəm. 6-cı gün çünki bu həftə qruplar hamısı öz qrafikində. Bir də ola bilər ki, 2, 4, 6 məsələsində mənim bir dənə 1-5 qrupum var. O 1-5 qrupu biraz etiraz edir. Deyirlər ki, bizim heç bir günümüzə düşmür də. 2-4 qrupundan 2 günün ikisi də düşür. 3-6-dan 6 düşür. Bəlkə deyir o 1-4-6 eləyək. Belə bir məsələ var. Yəni səsvermələrin nəticəsinə baxıram. İndi sabah dəqiqləşdirəcəm səsvermələri. Bitsin, hər kəs səs versin. Səsvermələrin nəticəsinə görə 2-4-6 seçilir hələ ki. Yəni yüksək səsi o toplayıb. 2-4-6 indi onlar bir dənə deyirlər ki, mənim heç olmasa 1-4-6 olsun. Yəni 4-6 yerində qalacaq. Bir dənə ola bilər ki, 2-nin əvəzinə 1 olsun.
Onu Bir da də müəllim, göstərdim. mövzuları məsələn tutaq ki 1-dən 5-ə qədər verəs bu mövzuları təkrarlayın, onların testini işləyəcək. Elə olacaq yoxsa Yox, necə? yox, yox, yox. Ümumi. Bütöv hamısı. Mövzu hə, ümumi, bəli. Ümumi sınaqlar, imtahan modelində hazırladığım ümumi sınaqları işləyəcəyik. Orada bütün mövzulara aid suallar var. Çünki onları mən proporsional bölgü ilə hazırlamışam ki, bütün imtahan modellərini, bütün sual modellərini və mövzu modellərinin hamısını əhatə eləyəcək. Və yenilərini də daxil edirəm ora, yeni suallar da daxil edirəm. Yəni təzələyirəm hamısını ki, E, tam bölüm modelinə uyğun olsun. Bir də müəllim, sizin o atdığınız cədvəl var idi, o mütləq təkrar. Orada iş Hə, üsulları yox idi məncə. iş sualları yoxdur. Var, mən gör. Olan məhz. e, Belə yekə-yekə dedim, ola bilməz. İndi İş üsulları onları hələ yaxşı öyrənməmişəm ona görə. ola bilər iş solu sözünü yazmamışam. Bir dəqiqə, məsəl üçün qrupa atmışam da, düzdürmü? Yəni Hə. razı qrupda baxaq. Ora yəqin alternativ nəsə sözlə yazmışam, mən əlavə eləmişəm. Təlim strategiyaları və texnikaları. Açan kimi düz ortada gözümə dəydi. Təlimin strategiya və texnikaları iş üsullarıdır. O hansındadır? Mütləq Təkrar təkrar. etdədir. Hı. Mütləqdə deyil, ikinci dərəcəlidədir. Deyirəm axı ola bilməz onu əlavə eləməyim. O təlimin strategiya çərçivə sənədində adı elə gedir deyə Rabil müəllim. Ona görə elə vermişəm ora. Ki müəllimlər ümumi dərəcə zata tapa bilsinlər. Düz necə iş üsulu yazsam, qalacaqlar axtara-axtara. Və görürsüz sizə deyirsiniz ki, yoxdur. Ona görə strategiya və texnika vermişəm ki, adı iş üsulu kimi getmir də rəsmi. İş üsulu belə bizim elə belə el arasında dediyimiz sözdür. Strategiya və texnikalar amma çərçivə sənədində də, test bankında da, dərs vəsaitində də adı elə getdiyi üçün rahat tapılsın deyə qoymuşam. Görək də inşallah bir şey qalmayıb. Hələ bir şey qalmayıb. İnşallah yaxşı olacaq. Belə, hörmətli müəllimlər, bugünlük bu qədər. Gecəniz xeyrə qalsın. Tanrıya və yardımçınız olsun. Növbəti Sağ olun. dərsdə görüşmək üzrə. Sağ olun. Gecəniz xeyrə.